Şəhidin həyatı yarımçıq qalsa da xatirəsi əbədi yaşadı. Onun atdığı addım, göstərdiyi cəsarət gələcək nəsillərə örnək oldu. İlk şəhid bir son deyil, əksinə mübarizənin başlanğıcı və xalqın birliyinin rəmzidir. Allah rəhmət etsin. Səsləndirdi Əfsanə İbrahimova, efirə verdi Elxan Müzəffəroğlu, Haqq Səsi TV1-in rəhbəri. Bugünkü bizim tədbirimizin davamı olaraq Aqilin məktəbdəki tədbiri, qəbr üstündəki ziyarəti, onun davamı olaraq bizim kəndimizin ilk şəhidi 1994-cü ilin 23 aprelində Ağdamın Güllücə kəndində şəhid olan kəndimizin ilk şəhidi Həziyev Pənah Musaoğlu'nun qəbrinin üstündəyik. Çox təəssüf eləyirəm ki, şəhidimizin məzarı bu cürədir. Amma yenə də biz onu unutmuruq, biz gəlirik, biz onu ziyarət eləyirik, çəkirik, paylaşırıq, tanıyırıq, tanıtdırırıq. Allah ruhunu şad eləsin. Pənahla Bahəm, burada yatan digər Aran kəndinin şəhidləri də var. İndi o qədər məzarlıqlar çoxalıb ki, mən çoxunu unutmuşam, tapa bilmirəm. Allah ruhunu şad eləsin. Bu mənim 1. Qarabağ müharibəsində 3 qardaşım şəhid olub. O qardaşımın birincisi budur. Həziyev Pənah Musaoğlu. Ağdamın Güllücə kəndində. Odun alovun içində şəhid olub. Onun məzarı, onun tabutu gəlib onların ata yurdunda həyətə endiyi vaxt bu dəqiqə gözümün qabağında lenta kimi gəzir. 94-də kətdir. Bu dəqiqə gözümün qabağında. Demək qismətdə bu da var imiş. Qismətdə bu da var imiş ki, bugün kəndə gələrik, bugün şəhidlərimizi yad eləyərik və Pənahın məzarı başında biz bu sözləri danışarıq və onu da yad eləyərik. Ruhu şad olsun Pənah. Amin. Allah rəhmət etsin. Mən bir dənə müdaxilə eləyim. Bizi dinləyən Haqq Səsi TV1 kanalında, istərsə qəzetdə, bütün qulağı eşidən, bizi görən insanlara buradan səslənirəm. Bacı, siz hardan gəlmişsiniz onu deyib, buralısınız. Amma hardan gəlmişsiniz? Mən Ağcabədi rayonu Yeni Qaradolaq kəndində doğulub böyümüşəm. 35 ildir Sumqayıt şəhərində yaşayıram. Orada qalıram, övladlarım da oradadır, evim də oradadır. Amma hər il bura həmişə gəlir. öz vətənimə, öz kəndimə, öz elimə, obama bağlı olduğuma görə mən bir anda olsun kəndimdən, cəmaatımdan əlaqəni kəsmirəm. Mən onlarla, məktəbi ilə də, ağsaqqalları ilə də, şəhid ailəyə həmişə təmasda olan bir adamam. Ona görə də bugün Aqil üçün gəlmişik, Pənahı da yad eləmişik. Sağ olun. Qızınızla bərabər də zəhmət olun, sözü təqdim eləyin. Mən Abdullayeva Aynurə Cahangir qızı. Mən də burada doğulub böyüyə başa çatsam da, amma belə deyək də 6-7 yaşıma qədər burada olmuşam, kənddə olmuşam, amma sonra Sumqayıtda böyümüşəm. Amma kəndlə əlaqəmiz heç vaxt yəni kəsilməyib. Atamın vaxtında düzdür, lap tez-tez gəlib gedirdi, amma atam rəhmətə gedəndən sonra anamın sayəsində biz kəndlə əlaqəni kəsmirik. Belə deyək də, həm xeyirdə, həm şərdə, həm şəhidlərimizin yad edilməsində hər zaman iştirak edirik. Ananızla da bərabər hər il gəlirsiniz. Bəli. İldə ən azı 2 dəfə. Allah sizi xoşbəxt eləsin. Allah hamınızı canınızı salamat eləsin. Yaşasın Azərbaycanımız, prezidentimiz və şəhid ailələri, valideynləri, evlatları, ailələri ilə bərabər, eyni zamanda da bizim qazilərimiz. Allah onlara da şəfa versin. Allah bayrağımızı uca eləsin. Sağ olun, var olun. Biz də sizə təşəkkür eləyirik ki, belə işləri